Qızlar, belə hazırlaşmışam. Saçlarımı görürsünüz. Özüm kəsmişəm və yaman günə qoymuşam. İndi də gedirəm bu saçlarımı düzəltdirməyə. Əslində niyə kəsdim? Çünki neçə vaxtdır mən saçımı kəstirmək istəyirəm bu formada. Sadəcə tənbəllikdən getmirdim. Ona görə də belə kəsdim ki, məcbur olub gedim. Və indi çıxıram, gedəcəm saçımı kəstirməyə. Sadə bir formada geyinmişəm. Mən belə rahat geyinməyi çox sevirəm. Nasıl gedirəmsə bir işi görməyə, bir iş həll etməyə rahat olmalıyam. Çox zaman da elə bu formada geyinirəm. Bu koftadan məndə neçə dənə idi? Bir dənəsi də var. Sadəcə üstündəki yazılar fərqlənir. Çox rahatdır. LC2-dən almışdım. Şalvarı isə bilmirəm. Belə kətan formalı, tam kətan deyil. Amma yaxşıdır. Mən kətan şalvar çox sevmirəm, qırış olur deyə. Amma belə bu formada yaxşı olur. Hər gün çıxıb geyinmək olur və çox da qırışlanmır. Kızlar, Alina burada şkafa çatmaya çalışır. Bugün də kim günümüzdür. Çox xoşbəxt Alina da. Bayaqdan buraya gəlir, şkafın bu qlupları ilə oynamaq istəyir. Mən də qoymuram. Ona görə də biraz agresivdir. Bunu biz neftçilərdən almışdıq. Bundan istifadə edirəm. Belə açılan, yəni bunlar açılır. Belə ayrıca dəsmal filan ayırmışam bunların içini silmək üçün, ancaq buna aid. Belə hələ ki otaqda çimizdirirəm. Hamam biraz soyuq olur. Yəni soyuq olar deyə fikirləşirəm. Baxın, hər şeyi bu formadadır. Belə tərtəmiz yuyub qoyuram ki, növbəti istifadədə mənə rahat olsun. Bu vedrəsidir. Və belə bir şey var idi. Həmişə Alina otura bilməyəndə bunu qoyurdum ki, rahat olsun. Amma artıq buna ehtiyac olmur. Bunu yəqin ki, başqa yerə qoyacağım. Çünki hər dəfə bunu istəmirəm ki, yer tutsun burada. Belə dərəcəni də göstərir bu. Altından belə açırsınız. Bu formada. İçində belə rahat bir formada. İndi vedrəni də açacağım, isti su gətirəcəm. Hələ ki hamama aparmağa risk eləmirəm. Bilmirəm niyə. Əslində hamamda yutsam mənim üçün daha rahat olar. Bunu da bilirəm. Sadəcə hələ ki bura daha yaxşıdır. Hətta keçən günlərdə çimizdirdiyimiz zaman peçi də yandırırdıq. Bugün yəqin ki yandırmarıq, çünki istidir hava. Baxın qızlar, bu formada qoyuram hazır. Suyu da 38 dərəcədə çox zaman biz istifadə edirik. 37-38 dərəcədə. Belə göstərirəm. Yəqin ki bunu çoxları bilir, amma yeni ana olanlar ola bilər ki, ümumiyyətlə yer problemi var evdə. Ona görə də belə məhsullar ev üçün daha yaxşı sərfəlidir. Çünki bunlar çox az bir yer tutur. Əgər bu boyda bir vanna alsaydıq, görün bu nə qədər yer tutacaqdı. Üstəgəl vedrə və içində də elə bir qabla. Amma bunlar çox kiçik bir yer. Hətta öz qutusunda saxlayıram ki, çox yer tutmasın. Bu qız da bir yerdə dayanmır. Alina. Və şampunlar da oradadır. Belə çəkim. 2 şampundur. Biri baş üçün, biri saç üçün, biri də bədən üçün. Dəsmallarını da hazır bu formada qoyuram. Əslində altdakı dəsmal çox islanmır. Sadəcə üstdəkini silirəm. Çox yumşaqdır və suyu yaxşı çəkir. Biraz böyüdükdən sonra sadəcə bir dəsmaldan istifadə edəcəm. Hələ ki bu üstdəki ürəklər olan üstündə çox yaxşı su çəkdiyinə görə bədənini incitmir və yumşaq formada silir. Bu isə bildiyimiz kimi adi dəsmaldır. Ona görə də çox bunu istəmirəm bədəninə vurum, amma hər zaman da bu formada qoyuram. Əgər məndən sorsanız ki, 6 ayda nələr öyrəndi Alina, nələri etsək uşaqda daha yaxşı olar? Ən birincisi uşağı üz üstə qoymaqdır
İkincisi, oturma vərdişinə aşılayım. 5 ay tamam olduqdan sonra elədim mən. Yanına yastıqlar qoyurdum və oturdurdum. Gündəlik 3 dəqiqədən 5 dəqiqədən belə başladım. Getdikcə artırdım. Amma indi də çox icazə vermirəm ki, çox otursun. Çünki həm hələ ki tam formada otura bilmir, amma 8-ci aya qədər, yəni 8-ci ayda uşaq ümumiyyətlə tam formada tam formada oturmalıdır. Mənim üzümə baxır. Haycan, səndən danışıram xalalara. Bundan sonra da, yəni daha çox silikon qaşıqdan istifadə etsəz daha yaxşı olar. Əvvəlcə dəmir qaşıqla verməyə çalışırdım, amma sonradan gördüm ki, o biri qaşıq, yeni aldığım silikon qaşıq daha yaxşıdır. Çox bahalı əşyalara qaçmayın uşaq üçün. Ümumiyyətlə paltarı çox almayın, sadəcə lazımlı əşyaları. Bunu da videolarımda çox vaxt demişəm. Və başqa da belə səs çıxaran oyuncaqlar. Baxın, bu oyuncağı çox sevir Alina. Keçən vlogda sizə göstərmişdim. Bibisi almışdı. Oyuncaq seti idi bu. İçindən də belə bir oyuncaq çıxdı. Çox sevir, çox xoşlayır onu. Elə axşama kimi demək olar ki, onunla oynayır. Yəni belə. Başqa nə qaldı? Alina, sən nə demək istəyirsən? Həv demək istəyirsən? Yoruldu. Başqa da ağlıma gəldikcə yenə deyəcəm. Nəsə yaxşı deyil.
Sizə bu şalvarı göstərmək istəyirəm. Bunu Navis'ten almışdım. Belə burada cipləri var. Çox gözəl materialı, çox nazikdir. Elə bugün də bunu giymişdim. Sadəcə sizə açıb göstərə bilməmişdim. Çox gözəl bir şalvardır. Belə çox rahatdır. Belə standart razmeri idi. Əynimə də yaxşı oldu. Onun da qiyməti 12 manat 80 qəpik idi. Kızlar, sizə bunu da göstərmək istəyirəm. Bu koftanı da 8 manata Navis'ten almışdım. Şalvar da eyni gündə. Təəssüf ki, sizə açıb qiymətləri ilə bərabər göstərə bilmədim. Amma bunu da 8 manat 80 qəpiyə sərf etmirəmsə, belə bu qiymətə almışdım. Materialı çox gözəldir. Məncə bunun materialı nə oxşuyur? Temudan zakaz verirlər çox zaman. Elə materialı da bu formada gəlir. Çox keyfiyyətli bir materialı var. Yəni 8 manata məncə yaxşıdır. Özü əyində də çox gözəl şəkildə qalır. İndi gəlin bu paltarları, hansı ki çıxardığım paltarları çantanın içindən yerlərinə yerləşdirək. Kızlar, bunu da mamam və bacım 28'den alıblar. Bilmirəm hansı mağazadan. Bu formada çox gözəl bir şlyapadır. Bunu alıblar. Qiymətini isə bilmirəm. Neçə vaxtdır mən axtarırdım. Sadəcə mağazaya gedə bilmirdim. Və bu formada artıq Alinanı günəşdə də rahat formada çıxara bilərəm. Elə qızlar, bunu da göstərmək istəyirəm sizə. Bunu da bacım alıb. Belə bir BB kremdir. Bionita'nın. Bilmirəm necədir. Bacım çox bəyənib. Mən yoxlamamışam. İlk dəfə yoxlayacağım və 30 minlidir, qiymətini dəqiq bilmirəm. Sizinlə də bölüşəcəm. SPF 15-də var tərkibində. Və bu formada belə bir istəsəz screen edin. Ya da mən bunu yoxladıqdan sonra sizinlə də bölüşərəm. Sizinlə birlikdə açıram. Baxın bu formada. Məncə yaxşıdır. Çox ağır da deyil. Oradan mənə gizli-gizli güldüyünüzü hiss eləyirəm ki, bu necə təmizləməkdir. Amma hal-hazırda saat 12-dir və biz təzə evə gəlmişik. Buranı onsuz da təmizləməliyəm. Gördünüz ki, bu şkaf onsuz da alıb. Buna görə də buranı düzəltməyə vaxtım yoxdur. Çünki Alinanı yedirib yatırmalıyam. Buna görə də buranı saxlayıram. Sabah bunları təmizləyəcəm. Çalışaram ki, video çəkim. Amma bilirsiniz ki, çox zaman bu tərəflər düzənli olur. Bəzən də elə qarışıq olur ki, yəni vaxt edə bilmirəm. Amma hələ ki, buranı düzəltməyə vaxtım yoxdur. Məncə artıq 4 nömrəyə keçməyin vaxtıdır. Hələ ki, Alina 3 nömrəli bezlərdən istifadə edir. Amma bu dəfə 4 nömrəlisini aldıq. Düzü balaca paçka almışıq, 46 dənəli endirimdə idi. Yəni 4 nömrəni yoxlayacağım. Çünki Alina artıq 8 kilo olub və bu da 9-14 kilo arasıdır. Məncə bu daha yaxşı olacaq Alinaya.